Son zamanlar Ayətəl Kürsi tablosunun ətrafında müəyyən adlar yazılıb. Deyirlər, o cinlərin, şeytanların adıdır və onları silmək lazımdır. Bəli, biz də belə bir videoya rast gəlmişik və o videonun ətrafında yazılan adlara diqqət etmişik. Onlar heç də şeytanın və cinlərin, mənfi qüvvələrin adları deyil. Bizim bəzi dua kitablarında və hədislərimizdə Qur'an-ı Kərimdə təriflənən, haqqında ayələr nazil olan və bir surənin adı Kəhf surəsi, Əshab-ı Kəhf adlanan bir dəstədən danışılır. Və onların hətta bir iti də var, adı Qitmirdir. Baxsanız o adları oxuya bilərsiniz. O adlar ki orada yazılmışdır. Onlar keçmiş həmin o zaman olan dildə, həmin o Əshab-ı Kəhfdə olan, indi də hal-hazırda orada Allahın qüdrəti ilə yatan, yanlarında iti olan onların hamısının adı bir yerdədir. Bəzi dua kitablarına gəlmişdir ki, uşaqların yaxud da bəzi xəstəliklərin aradan aparılmasında mənfi qüvvələrin uzaqlaşdırılması o adların rolu var. Kimsə də onu Qur'an-ı Kərimin ətrafına yazıla bilər, yazmaya da bilər. Ayətəl Kürsünü boşda saxlaya bilərsiniz, ətrafa da. Hətta Ayətəl Kürsü yox, evin özünün divarına, qapısına da yazmağa ziyanı yoxdur. Bu xurafat deyil. Bu sadəcə dua kitablarında gələn bir mövzudur. Amma ehtiyatlı olun. Bəzən eşidirik ki, kimlərsə onları cin, şeytan adı bilib, ümumiyyətlə sındırır, Quran ayəsinə hörməsi və onu yandırırlar. Bu daha böyük günahdır. Bir nəfərin götürüb həmin Ayətəl Kürsünü, Quran ayəsi yandırması daha bir günahdır. İstəyirsiniz o adları silin, saxlamayın. Saxlasanız da qorxmayın, narahat olmayın. O adlar heç də pis qüvvələrin, cinlərin, şeytanın adı deyil. Pak müqəddəs insanların adıdır.